Hər il mart ayının sonundan aprel ayının sonuna dək torpaq sahələrinə tələbat artır. Bu isə satış qiymətlərində ciddi artımla nəticələnir. Bahalaşma həm də mövsümi xarakter daşıyır. Belə ki, isti havalarda tikintilərin daha çox aparılması qiymətlərin artmasına səbəb olur. Vətəndaşlar torpaq sahəsi alarkən ilk növbədə onun sənədinə diqqət etməli, yerləşməsinə və həmin torpağın relyefinə diqqət etməlidirlər. Torpaq mövsümü daha çox mart ayının sonundan avqust ayının sonuna qədər davam etdiyinə görə bu aralıqda qiymətlərdə artımlar müşahidə olunur. Lakin avqust ayının sonundan başlayaraq növbəti ilin mart ayına qədər torpaq bazarında tələbatın azalması səbəbindən qiymətlərdə də enmələr olur. Həmçinin paytaxt ərazisində baş verən söküntülər torpaq sahələrinə tələbatı artırır. Evləri sökülən vətəndaşların böyük bir qismi Bakı ətrafındakı ərazilərə üz tutur. Bu da qiymətlərə təsir edir. Bundan başqa metro stansiyalarının inşası planlaşdırılan tramvay xəttinin yaxınlığında qiymətlərin artacağı proqnozlaşdırılır. Hər il digər daşınmaz əmlak növlərindən daha çox məhz torpaq sahəsinin qiymətində artımını biz müşahidə edirik. Son 5 ildə demək olar ki, təbii ki, yerindən asılı olaraq 20% civarında hər il torpağın qiymətində artım müşahidə olunub və bu proses davamlı sürətdə baş verəcək. Hətta hər hansı bir makroiqtisadi, mikroiqtisadi hadisə baş versə belə torpağın qiymətində ucuzlaşma halları gözlənilmir. Paytaxtın mərkəzində bahalaşma daha çoxdur. Qiymət artımına Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında da rast gəlinir. Səma Pənahova, Sabir Şahvələdov, Telesəhər.